Dostlar salam, bu günləri sizə çoxumuzun bağında rast gəldiyimiz belə qırmızı nöqtələr kimi yaranıb. Gördüyünüz kimi. Bunun nədir? Bunun göbələk xəstəliyidir. Gördüyünüz qırmızı nöqtələr də var üzərində, get-gedə böyüyür. Bu deməli kokomikoz xəstəliyidir. Bunu törədən Bulmeria jappi göbələyidir. Gördüyünüz kimi gilas ağacıdır. Əsasən yarpaqlarda əmələ gəlir. Bəzən meyvələrdə də, budaqlarda da müşahidə olunur. Bəzən ərik meyvəsində görmürsünüz qırmızı nöqtələr kimi özünü göstərir. Yəni kiçik bu qırmızı nöqtələr birləşərək yarpaq solur. Yəni yarpağın arxa tərəfinə baxsaq görərik ki, ağ toz halında, yəni bu onun sporlarıdır. Sporlar vasitəsilə bilirsiniz ki, göbələklər çoxalır. Xəstəliyin yayılarsa, yayın ortasında yarpaqlar tökülə bilər. Bir də sizə göstərim. Görürsünüz ki, yay fəslidir ətrafda gilas ağacları və bunun bütün yarpaqları qızarıb, tökülüb yayın ortasında. Və belə bir fəsad qarşılaşırsınızsa, deməli bu kokomikoz xəstəliyidir. Yəni Bulmeria jappi göbələyi bunu törədib. Bu ağacı zəifləməsinə və məhsuldarlığın azalmasına gətirib çıxara bilər. Profilaktik tədbir payızda tökülən yarpaqları toplayıb yandırmaqdır, bağdan çıxarmaq lazımdır. Xəstə budaqlar budanmalıdır. Bağ havalandırılmalıdır. Ağacların içində bilirsiniz yaşıl budama vaxtı içəri girən budaqlar çıxarılmalıdır. Bir sözlə bağ havalandırılmalıdır. Kimyəvi mübarizə mis tərkibli preparatlarda bitkinin immunitetini gücləndirmək lazımdır. Bunun üçün məsəl olaraq dəniz yosunu var, bildiyiniz kimi kombin gübrələr var, içində bir neçə elementi birləşdirən. Yəni kokomikoz xəstəliyinin yaranma üsulu bildiyiniz kimi bu illəri demək olar ki, yağışlar imkan vermədi. Yağış yağır, dalınca gün çıxır, istər-istəməz nəmişlikdən yaranır. Əgər siz də keçən ildə, bu ildə müşahidə edirsinizsə, bağınızda aşkar eləyib belə ağacları kompleks mübarizə tədbiri görmək lazımdır. Bir arıçılığa fikir vermək lazımdır. Ağacı daimi nəzarətdə saxlamaq lazımdır.